Üzümü spirtlə silmək, çünki üzümü spirtlə siləndə mənim üzlərim çox yanmışdı. Üzümə heç bir şey tətbiq etməmişəm. Sadəcə biraz zamanla gözlədim. Sonra gördüm ki, yox da arta bilər. Gözləyirdim ki, özü keçsin və yaxud da onlar partladırdım. Bu çox böyük bir səhvdir. Bildiriblər ki, üzüm sərtlidir və niyə belədir. Amma deyənlər olub ki, ay üzünə nə olub? Yəni bu da məni çox üzürdü. İnanmırdım ki, mənim üzlərim belə görünə bilər və çox xoşbəxt idim. Çox sevinirəm. Yəni özümü çox daha gözəl hiss edirəm. Dərimi yenilədi. Duzlu bir də yağlı məncə. Abur-cuburlarım var ki, onları biraz çətin olub. Qaz bitkilər. Daha səbirlə davranmağı bacardım. Başa düşdüm ki, mən makiyajsız da gözəl görünə bilərəm. Daha səbirli olduğumu hiss etməyə başladım. Fəridə xanımla burada. Həkimlə. Əlbəttə ki, doktordan. Çox sağ ol. Çox sağ ol deyərdi yəqin ki. Təşəkkür bildirərdi həm özümə, həm də ki, Fəridə doktora. Amma əvvəl mənə yəqin deyərdi ki, işgəncə vermə, gəl doktorun yanına. Thank you.